öz peşəkarlığı, məsuliyyəti və insanlara olan həssas münasibəti ilə seçilən baş həkimin müavini Mahmudov Elnur çalışdığı sahədə nümunəvi rəhbər kimi tanınır. O, səhiyyə sahəsində qazandığı bilik və təcrübəni daim inkişaf etdirərək həm kollektivin, həm də pasientlərin etimadını qazanmağı bacarmışdır. Elnur Mahmudovun idarəçilik qabiliyyəti, düzgün qərar vermə bacarığı və işinə olan vicdanlı yanaşması rəhbərlik etdiyi sahədə müsbət nəticələrin əldə olunmasına mühüm töhfə verir. O, tibb işçiləri arasında sağlam iş mühitinin formalaşdırılmasına, intizamın və peşəkarlığın yüksəldilməsinə xüsusi diqqət yetirir. Pasientlərə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, müasir yanaşmaların tətbiqi və səhiyyə sistemində şəffaflığın qorunması istiqamətində həyata keçirdiyi tədbirlər Elnur Mahmudovu fərqləndirən əsas cəhətlərdəndir. Onun Qoy insanpərvərliyi, həyat yolunuz qayğıkeşliyi daim uğurlarla və dolu hər kəsə olsun. fərdi yanaşması Gördüyünüz xeyirxah cəmiyyət işlər hər tərəfindən zaman yüksək dəyərləndirilsin qiymətləndirilir. və insanlara Mahmudov xidmət yalnız missiyanız peşəkar davamlı rəhbər olsun. deyil, eyni Ad zamanda gününüz yüksək mübarək, mənəvi hörmətli keyfiyyətlərə Məsum malik bir müəllim. ziyalı kimi də hörmət qazanmışdır. Onun fəaliyyəti Beyləqan rayonunda səhiyyənin inkişafına mühüm töhfələr verməkdədir. Belə dəyərli səhiyyə işçisinə gələcək fəaliyyətində uğurlar arzulayır, onun kimi peşəkar və vətənpərvər kadrların sayının artmasını diləyirik.